heç vaxt bu gərək unudulmasın. Heç kəs də gərək bunu unutmasın ki, 93-cü ildə Azərbaycan parçalanmaq, bir ölkə kimin, müstəqil devlət kimin məhv olmaq təhlükəsi qarşısındaydı. Bugün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. 33 il əvvəl Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasında Heydər Əliyev Milli Məclisin sədri seçilib. Həmin gün Ulu Öndər çıxışında Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bugün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub. 1993-cü ilin əvvəllərində ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinin zəmin yaranması, ayrı-ayrı bölgələr isə separatçılıq və parçalama meyillərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. 2 illik müstəqillik tarixinə baxmayaraq ölkə həcməclikdən hələ də xilas ola bilməmişdi. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi. Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədi ilə Gəncəyə yola düşən Heydər Əliyev Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. Beləliklə iyunun 15-də Milli Məclisdə Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçildi. Bununla da uzun müddət davam edən gərginlik və qarşıdurma səngiyib və ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olub. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin edir. Heydər Əliyev 1993-cü il iyunun 20-sində Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması üçün yerli və xarici jurnalistlər üçün brifinq keçirib. İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşüb. Bu sahədə yürüdülən siyasət respublikanın informasiya blokadasından çıxarıb. Dünyada Azərbaycanla bağlı formalaşan fikri müsbət yönə dəyişib. Məhz belə mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycan müstəqilliyinin qarantına çevrildi. Ümumilli liderin şəxsiyyəti, onun özünə məxsus siyasi idarə etmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı. 1997-ci ildə Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Azərbaycan Respublikasının Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış etdilər və parlament bu təklifi bəyəndi. Həmin vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.